Hər kəsə salam. Bugün qat-qat, zərif kremlə dolu, ləzzətli Napolyon tortu bişirirəm. Həmçinin videonu sona qədər izləyib hədiyyə qazana bilərsiniz. Xəmir üçün qaba 5 stəkan ələnmiş un əlavə edirəm. Üzərinə soyuducudan çıxardığım 300 qram kərə yağını una bulayaraq rəndədən keçirirəm. Sonra unla yağı umaçalına salıram və kənara qoyuram. 300 ml soyuq suya 2 ədəd yumurta, 1 yemək qaşığı yarım duru yağ, 1 yemək qaşığı alma sirkəsi, 1 çimdik duz əlavə edib tam əlli olana qədər qarışdırıram. Hazırladığım bu qarışımı umacın üzərinə əlavə edirəm. Xəmiri çox yoğurmuram. Biraz toparlanması kifayətdir. Streçlə büküb 1 saatlıq soyuducuya yerləşdirirəm. Bu müddətdə kremi hazırlayıram. Qaba 1 stəkan şəkər tozu, 3 yemək qaşığı un, 3 yemək qaşığı qarğıdalı nişastası əlavə edib qarışdırıram. Üzərinə biraz süd əlavə edib topaq qalmayana qədər qarışdırıram. Qalan südü də əlavə edib ocağa qoyuram. Orta otda əlimi saxlamadan qarışdıraraq bişirirəm. Qaynamağa başlayanda 1-2 dəqiqədə bişirib ocaqdan götürürəm. Daha tez soyması üçün başqa qaba əlavə edirəm. Üzərinə 1 paket vanil və 1 yemək qaşığı kərə yağı əlavə edib tam əlli olana qədər qarışdırıram. Üzərini streçlə örtüb soyumağa qoyuram. Xəmiri 112 qramlıq 12 hissəyə bölürəm. Kündələyib streçləyirəm və soyuducuya yerləşdirirəm. Az-az un səpərək ilk kündədən başlayaraq təxminən 30 cm ölçüdə yayıram. Yağlı kağız sərdiyim soba listinə yerləşdirib çəngəlli dəliklər açıram ki, yersiz qabarmalar olmasın. Əvvəlcədən 210 dərəcədə isidilmiş sobada qızılı rəngi alana qədər təxminən 7 dəqiqə bişirirəm. Bütün laylar bişdikdən sonra soyumağa qoyuram. Laylar soyuyana qədər kremi hazırlamağa davam edirəm. Qaba krem şanti və 1 stəkan soyuq süd əlavə edib əvvəlcə mikserin aşağı sürəti ilə, sonra tədricən sürəti artıraraq çalıram. Mən İlğım markasının krem şantisindən istifadə edirəm. Çox dadlı olur, əsl qaymaq dadındadır. Əvvəlcədən bişirdiyim kremi də biraz mikserlə qarışdırıram ki, içində topaq qalmasın. Sonra krem şantinin üzərinə az-az əlavə edərək tam qarışana qədər mikserlə çalıram. Budur, ipək kimi zərif kremimiz hazırdır. Kremi soyuducuya yerləşdirirəm və çiyələkləri doğrayıram. Laylar soyudu, tortu yığmağa başlayıram. İlk qatı yerləşdirib üzərinə krem çəkirəm və çiyələkləri düzürəm. Üçüncü qatdan sonra tortu çəmbərlə yığmağa davam edirəm. Hər qatı eyni ardıcıllıqla xəmir, krem, çiyələk düzürəm. Sonuncu qatı yerləşdirib üzərinə krem çəkmirəm. Əlimlə yüngülcə basıram. Üzərini streçləyib soyuducuya qoyuram. Mən bir gecə saxladım. Səhər çəmbərdən çıxarıb üzərini və kənarlarını kremləyirəm. Kənarlarından artan qırıntıları ovub tortun üzərinə və yanlarına səpirəm. Əgər vaxtınız yoxdursa, gözlətmədən üzərini kremləyib, bəzəyib 1-2 saatlıq soyuducuda gözlədib servis edə bilərsiniz. Və budur, nəticədə qat-qat dondurma dadında Napolyon tortum hazırdır. Dadını və qoxusunu sözlərlə ifadə edə bilmərəm. Amma sınamaq üçün verdiyim reseptlə bu tortu bişirə və ya mesaj bölməsinə mənə yazaraq sifariş edə bilərsiniz. Pulsuz əldə etmək üçün isə rəylərə 2 dostunuzu işarələyin və şanslı qazanan siz olun. Hələlik!